Bir dəfə bir insan qışda əsasını itirir. Kör insan əsasını itirir. Axtarmağa başlayır, əlinə bir ilan keçir. Gözü görən insan qışqırır ki, bu ilandır, səni sancacaq. Amma bu elə bilir ki, bu insan paxıllıqdan bunu deyir. İlanı qoynuna sıxır və donmuş ilanı. Deyir ki, mən köhnə əsam itirdim, daha yaxşı əsa tapdım. Sən paxıllıq edirsən. Və bu ilanın buzu açılır, sonra isə bunu sancıb öldürür. Müasir insan bu cürdür. Mənəviyyatı, Allahı və dini və dindarlığı qırağa qoydu. Bir mənəvi aclığa düşdü və başladı bundan nə? Ətraf mühitdə artıq müqəddəsliyi aradan getmiş. Varlıqlar içində özünə həmdəm, dost və yar axtarmağa. Amma çünki insan mənəvi varlıqdır, bunlara bir müqəddəslik verməyə başladı. Bir mənəviyyat verməyə başladı. İtin gözlərində məna axtardı. İtin ruhunda bir mənəviyyat axtardı. Onu itirəndə əziz balasını itirməkdən çox ağlayır. Ən yaxın və əzizini itirən insandan çox narahat olur. Bu həmin mənəvi acılıqdır. Bu mənəvi qaranlıqdır. Həmin dövrdür, başlayır adına nə qoyuruq? Mənəvi liberalizm. Mənəvi liberalizmin əsas tanrılarından biri də itbazlıqdır. Çoxdur, biri də itbazlıqdır. Buna görə biz narahat oluruq. Dediyimiz hər bir sözün bir dəlili var. Bir ruhani gətirib iç şəklinin altında otuzdururlarsa, bu bir proyektdir. Özümüzü niyə aldadırıq? Ola bizim bu adam bilmir. Başa düşməyib. Amma bir proyektdir. Bu mənəvi liberalizmin cavanlarımızın arasında yeridilməsidir. Heç də bu dəqiqə itləri mühafizə nələri açıblar. İtlərə olan məhəbbətdən deyil. Mənəvi liberalizm içimizə yeritməkdir. Mənəvi boşluğu təmin etməkdir. Əmin olun, bir nəfər itlə bu qədər ünsiyyət bağlayır. Onu ailə üzvünə çevirirsə, o daha mənəviyyata doğru getmir.